Azərbaycan prezidenti İlham Əliyev noyabrın 13-də Amerika Birləşmiş Ştatlarının İsa Məsihin sonuncu gün müqəddəsləri kilsəsinin nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə 12 həvari kvorumunun üzvü David Bednar, 70'lər komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Jack Gerard, Sterling Fondunun prezidenti və idarə heyətinin sədri Miles Hansen və 70'lər komitəsinin Mərkəzi Avropa və Avrasiya üzrə kvorumunun üzvü Paul Picard daxildir. Söhbət zamanı prezident İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının İsa Məsihin sonuncu gün Müqəddəsləri kilsəsinin nümayəndə heyətinin əvvəlki görüşləri məmnunluqla xatırlanıb. Qonaqlar Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırıblar. Təbriklərə görə təşəkkürünü bildirən dövlət başçısı Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyərək onların regionun inkişafı üçün mühüm rol oynadığını vurğulayıb. Donald Trump'ın yenidən prezident seçilməsindən sonra Azərbaycan-Amerika Birləşmiş Ştatları əlaqələrinin yeni mərhələyə keçdiyini bildirən prezident İlham Əliyev bu ilin avqustunda Vaşinqtona səfəri çərçivəsində ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı mühüm sənədlərin imzalandığını xatırladı. Qonaqlar Azərbaycan hökumətinin Amerika Birləşmiş Ştatlarının İsa Məsihin sonuncu gün müqəddəsləri kilsəsinin rəsmi qeydiyyata almasına görə dövlət başçısına minnətdarlıqlarını bildirərək bu kilsənin Bakı ofisinin açılışında iştirak edəcəklərini deyiblər və bunu ölkədə bütün dinlərin nümayəndələrinə göstərilən qayğının təcəssümü kimi qiymətləndiriblər. Görüşdə Azərbaycanda mədəniyyətlər arası və dinlər arası dialoqun təşviqi ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlərdən söhbət açılıb. Bu istiqamətdə ölkədə bir çox mühüm beynəlxalq tədbirin təşkil edildiyi vurğulanıb. Tolerantlığın xalqın həyat tərzi olduğunu bildirilib. Tarixən ölkədə müxtəlif dinlərin və xalqların nümayəndələrinin bir ailə kimi dinc və sülh şəraitində yaşadığı qeyd edilib.